Bakının Xəzər rayonunda ər-arvad arasında yaşanan mübahisə sonunda cinayətlə nəticələnib. Hadisə rayonun Zirə qəsəbəsində baş verib. Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Təvəkkül bircə yaşadıkları evdə həyat yoldaşı təxminə ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı o həyat yoldaşına yumruqla baş nahiyəsinə, ayağı ilə sol bud nahiyəsinə zərbələr indirib. Təvəkkülün barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təvəkkül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, təxminə 3 ildir rəsmi nikahla ailə həyatı qurub, məlum hadisə günü saat 17:00-da İşdən evə gəldim. Ayaqqabım ilə evə daxil oldum və soyuducudan spirtli içki götürmək istəyəndə arvadım məni söyüb təhqir etdi. Ayaqqabı ilə evə girməyimi irad kimi bildirdi. Bundan əsəbləşərək əlim ilə baş nahiyəsinə zərbə indirdim, evdən çıxaraq getdim deyə o ifadəsində göstərib. Zərər çəkmiş təxminə isə ifadəsində göstəribdir. Təvəkkül ilə 3 ildir rəsmi nikahları var, amma övladları olmayıb. Evdə hamamda duş qəbul etdim. Sonra dəsmalı üzərimə bağlayaraq hamamdan çıxdım. Həmin vaxt ərim ayaqqabı ilə evin içində dayanmasını gördüm. Ona öz iradımı bildirərək ayaqqabı ilə evə daxil olmamasını dedim. Təvəkkül mənə yaxınlaşdı, söyüb təhqir edərək əli ilə başıma yumruq, ayağı ilə isə sol bud nahiyəmə zərbələr indirərək mənə xəsarət yetirdi. Sonra o evdən getdi deyə zərər çəkmiş ifadəsində göstərib. Xəzər rayon məhkəməsinin hökmü ilə Təvəkkül 1000 manat miqdarında cərimə edilib. Bundan başqa Abşeron rayonunda 1981-ci il təvəllüdlü Məhərrəm qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Səidəyə xəsarət yetirib. Hadisə ötən ilin martın 9-da baş verib. Məhərrəm həmin gün gecə saat 5 radələrində ailə üzvləri ilə birlikdə yaşadığı evdə alkoqollu içkinin təsiri altında olarkən qısqanclıq zəminində Səidə ilə mübahisə edib. O arvadını üzərinə hücum edərək əvvəlcə evdə olan dəmir materialdan olan stulla ona zərbələr indirib, ardınca əl yumruqla arvadının sifət, baş nahiyələrinə, təpiklə ayaqla isə bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr vurub, Məhərrəmin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Məhərrəm ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, Səidə ilə 2004-cü il tarixdə ailə həyatı qurub, bu nikahdan 2005-ci il təvəllüdlü Məlahət, 2011-ci il təvəllüdlü Vəfa, 2017-ci il təvəllüdlü Namiq, 2018-ci il təvəllüdlü Ramal dünyaya gəlib. Əvvəllər normal ailə həyatı yaşasaq da, daha sonra münasibətlərimiz pozulmağa başlayıb. Buna səbəb kimi isə Səidənin ailəsinin mənim ailə işlərimə müdaxilə etməsi olub, deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin martın 9-da saat səhər 05:10-da yaşadığı evdə olan zaman Səidənin mobil telefonunda bir kart şəkili görüb və onun kimə məxsus olmasını soruşub. Səidə kartın ona məxsus olmasını, lakin bir müddət əvvəl itirdiyi üçün bankə zəng eləyərək bağlatdırdığını bildirdi. Mən də Səidəyə yalan danışdığını dedim, əsəbləşərək aramızda bu səbəbdən mübahisə yarandı. Mübahisə zamanı mətbəxdə olan stolu qaldıraraq onun başına vurmaq istədim, amma o sol əlini stula qarşısına tutduğu üçün zərbə onun sol əlinə dəydi. Daha sonra isə şillə ilə Səidənin üz nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Bundan bir neçə dəqiqə sonra Səidə mətbəxdən çıxaraq evin 2-ci mərtəbəsinə qalxdı. Mən də evi tərk edərək getdim deyə o ifadəsinə göstərib. Məhərrəm ifadəsinə görə həmin günün səhəri evə qayıtdıqda Səidə və övladlarını
evdən getdiyini görüb. Mübahisə zamanı Səidə mənə qarşı heç bir fiziki təzyiq göstərməyib, xəsarət yetirməyib deyə təqsirləndirilən şəxs qeyd edib. Səidənin ifadəsinə görə Məhərrəm ilə ailə həyatı qurduqdan sonra ilk əvvəllər normal olaraq ailə həyatı yaşasalar da, daha sonra Məhərrəmin mütəmadi olaraq spirtli içki qəbul etməsi, eləcə də ailəsinin onun ailəsinə müdaxilə etməsi, həmçinin digər qadınlarla qeyri-rəsmi münasibətdə olması münasibətlərinin pozulmasına səbəb olub. Məlum hadisə günü gecə səhər saat 05:10-da yaşadığım evdə olan zaman yatarkən həmin vaxt ərim spirtli içkinin təsiri altında evə gəldi. Məni yuxudan oyadaraq söhbət etmək istədiyini bildirdi. Mən də onun xahişini nəzərə alaraq evin mətbəxinə keçdim. Əvvəlcə Məhərrəm məni boşanmağımızı təklif etdi. Mən də ona etiraz etmədim. Heç bir problem olmadığını, boşanarıqsa normal şəkildə boşanmağı təklif etdim deyə zərərçəkmiş ifadəsində göstərib. Zərərçəkmiş deyib ki, daha sonra Məhərrəm ondan adına bir kart kartının olduğunu, hazırda harada olmasını soruşub. Mən də kartın bir neçə ay bundan əvvəl itdiyini, buna görə kartın bağlatdırdığımı dedim. O mənə yalan danışdığımı deyərək mətbəxdə olan dəmir üstulu başıma vurmaq istədi. Mən sol əlimi müdafiə olunmaq üçün qarşıya verdim və həmin vaxt sol əlimin şəhadət barmağından qolumdan vurmaqla mənə xəsarət yetirdi. Daha sonra isə əli ilə sifət, baş və təpiklə isə bədənimin müxtəlif nahiyələrinə vuraraq mənə xəsarət yetirdi deyə zərərçəkmiş ifadəsində göstərib. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıb. Zərərçəkən qadın da ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət işinə xitam verilib, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Bundan başqa Abşeron rayonunda 1998-ci il təvəllüdlü Təhməz bibisi oğlu Əlvana xəsarət yetirib. Hadisə 2025-ci ilin martın 16-sında rayonun Digəh qəsəbəsində baş verib. Təhməz həmin gün gecə saat 02:30-da alkoqol sərxoşluğu vəziyyətində görüşə çağırdığı qohumu Əlvanın hadisədən bir az əvvəl Mehtabad qəsəbəsində yerləşən kafedə təşkil olunmuş alt günü məclisinə tez tərk edərək getməsinə görə irad bildirib. Həmin səbəbdən tərəflər arasında şəxsi münasibətlər zəminində yaranmış narazılıqla bağlı mübahisə baş verərkən Əlvanın üzərinə hücum edib, əl yumruq zərbələri ilə onun sifət nahiyəsinə vurub. Təhməzin barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham elan edilib. İş üzrə ifadə verən Təhməz ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Təhməz ifadəsində göstərib ki, zərərçəkmiş Əlvan onun doğma bibisi oğludur. Hadisə baş verən günü, yəni 2025-ci ilin martın 15-də qeyri-rəsmi münasibətdə olduğu Günel adlı şəxsin ad günü münasibəti ilə Mehtabad qəsəbəsində kafelerin birində keçirilən məclisdə Əlvan da iştirak etdi. Əlvan həmin vaxt kafenin xoşlamadığını, bununla bağlı iradını bildirərək oradan getdi. Mən isə onun bu hərəkətinin yanlış hesab etdim deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs deyib ki, martın 16-sında gecə saatlarında kafeni tərk etməsi məsələsini aydınlaşdırmaq üçün bibisi oğlu Əlvanın yaşadığı evə gedib və ona söhbət etmək üçün küçəyə çıxmasını söyləyib. Bir neçə dəqiqə keçməmiş Əlvan yanıma gəldi. Ona kafedən getməsini ilə bağlı etdiyi hərəkətlərin doğru olmadığını bildirdim. Əlvan mənim izahımı düzgün anlamadı və mənə qarşı nalayiq ifadələr işlətdi. Dedi ki, nə edibsə yaxşı edib. Mən Əlvanın dediyi sözlərdən əsəbləşdim. İçkinin təsirindən onun üz nahiyəsinə yumruqla zərbə vurdum. Əlvan isə şikayət edəcəyini deyərək
oradan getdi. Bir müddət sonra xəbər tutdum ki, Əlvan barəmdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək məlumat verib deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. Bu cinayət işinə Abşeron rayon məhkəməsində baxılıb, məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində cinayət işinə, cinayət məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilib, o cinayət məsuliyyətindən azad edilib, buna səbəb isə onların barışması olub.